Litva xalqı əyləncəyə, xüsusilə spirtli içkilərə olduqca meyillidir. Xüsusilə həftə sonları Vilnius küçələrində sərxoş insanlar görmək adi haldır. Bu cür hallar orada normal qarşılanır. Bundan əlavə dünyanın hər tərəfindən tələbələrin ölkədə çox olması səbəbilə sosial həyatın dozası da bir qədər artıb və spirtli içki istehlakı çoxalıb. Xalqın ən çox sevdiyi içki olan pivənin belə bu ölkədə 50-dən çox növü mövcuddur. Bundan əlavə, Litvalıların əhəmiyyətli bir hissəsi sizi təəccübləndirə biləcək dərəcədə kobud davranışlar sərgiləyə bilər. Yəqin ki, onların milliyyətçi olmaqları ilə bağlıdır. Bəzi insanların üzündə isə demək olar ki, təbəssüm olmur, çünki ölkənin əhatə dairəsi dar, ölkə daxilindəki yaşam fəaliyyətləri isə gözlənilən genişliyi təqdim etmir. Yəni, əgər siz Avropa ölkəsinə gedim, sosial həyata qoşulum düşüncəsindəsinizsə, Litvada edə biləcəyiniz şeylər əsasən məkanlarda pivə içmək, göl kənarlarında piknik etmək olacaq. Bu mənada gözləntilərinizi yüksək tutmaq lazım deyil, çünki Litva canlılıq baxımından sizi məyus edə bilər. Yerli əhali baxımından isə ölkənin yarısı poker oynayır, digər yarısı isə boş vaxtını basketbolla keçirir. Deyim ki, basketbola elə dəyər verirlər ki, sanki bir maddəyə bağlılıq kimi. Onsuz da bu ölkəyə basketbolun vətəni desək səhv olmaz.